Herkesi salamlayıram bizim bugünkü webinarımızda. Biz Master Coach Demo program, yani Demo Challenge içərisindəyik. Biz 10 gün ərzində sizinlə bərabər olacağıq. Artıq mən bu barədə danışmışdım sizinlə. Mən bugün Aseluşun Coaching Akademinin rəsmi Instagram səhifəsində canlı yayımdayım. Digər tərəfdən mən bugün bir də Telegramda, rəsmi Telegram kanalımız, Master Coach kanalımızda Zoom'da canlı yayımdayım, belə deyərlər. Və chatlarımız hər iki tərəfdən bugün açıq olacaq. Həm bizim canlı yayımda, həm də bizim Telegram kanalda. Bugün bizə kömək eləyir mənim komandam, satış komandası buradadır və moderatorumuz buradadır. Moderatorumuzdan xahiş edəcəyəm, hər kəsə desin ki, artıq başlayırıq. Hətta bizim digər ödənişsiz kanalda belə paylaşmaq olar. 12 minlik kanalımızda ki biz başlamışıq. Ve biz yavaş yavaş başlayırıq. Bugün artıq bilirsiniz. Bugün artıq bilirsiniz mövzumuz nədir? Bugün mövzumuz bizim Master Coach Challenge-ında ilk webinarımızda ilk tapşırığımızdan başlayaraq bizə lazımdır ki, biz coach kimi ümumiyyətlə necə başlayacağıq, bugün hansı praktikanı yerinə yetirə bilərik, özümüzə necə kömək eləyə bilərik və insanlara necə kömək eləyə bilərik bugün. Tak, webinar otağımız dolmağa davam etdikcə mən istəyirəm qısaca mənimlə tanış olaq. Mən Aseris Family 4 il öncə bu işə başlamışam. Şəxsi brendimi və şirkətimi yaradaraq artıq bu illər ərzində 100 minlərlə insan ödənişsiz proqramlarımı keçib, 10 min insan demo proqramlarımı keçib və minlərlə insan mənim ödənişli böyük proqramlarımı keçib. Digər tərəfdən isə artıq bizim təqribən 20-25 Master Coach məzunumuz var. İki buraxılışımız olub, 3 qrupumuz olub. Hal-hazırda 4-cü qrup yığılacaq Master Coach ikili sertifikat proqramı üçün. Və mənə niyə güvənə bilərsiniz? Çünki mən Coaching Akademiyasının direktoruyam, həmçinin də bundan əlavə Biz klubun direktoruyam və həmçinin də öz blog səhifəmdə belə deyərlər də, orada mən işlərimi aparıram, həm bloger kimi, həm də sizinlə bir coach kimi, bir yaxın rəfiqəniz, dostunuz kimi. Mən həm diplomlu biznes mentoram, həm də diplomlu psixoloq koçam və texnikalarımda daima professional sxemlərdən istifadə etdiyim üçün çox sürətli nəticə verir bu hər zaman sizlərə. Mənim 4 diplomum var, burada 3-ünü qoymuşam mən və 2 diplomum psixoloq kimidirsə, 2 diplomum da business administration üzrədir. Belə deyərlər, buna görə də mənim professional təhsilimin olduğuna da sizlər güvənə bilərsiniz. Biz burada 10 günlük challenge-da ki, artıq 3-cü günündəyik bu challenge-in. Bu challenge günləri ərzində bizim məqsədimiz Master Coach ödənişli ikili sertifikat proqramına hazırlaşmaqdır və bu ikili sertifikat proqramının adı Master Coach-dursa da sertifikatların hər ikisi fərqli-fərqli mənalar daşıyır. Mən istəyirəm sertifikatlara diqqətlə baxasınız. Siz birinci sertifikatımız bizdə Professional Coaching Certification-dır. Sağ tərəfdəki görə bilərsiniz. Bu sertifikatı CardCert təsdiqləyir. Okay? Və bu professional coach kimi dünyada təsdiq olan hər kəsin belə deyərlər, sizi tanıyacağı və əlavə kartla təsdiqlənən, yəni belə deyərlər də, şəxsiyyət vəsiqəsi kimi bir kartla təsdiqlənən bu bir sertifikatdır, ümumilli deyək, necə deyək buna, beynəlxalq deyək. Beynəlxalq bir sertifikatdır bu, hər yerdə keçərlidir, xüsusilə də kartınız, QR kodunuzla hər yerdə hər kəs baxa bilər ki, siz bir coachsunuz. Yəni həm mənim akademiyam, həmçinin də dünyada CardCert sistemi bunu təsdiqləyir. Xüsusilə də Türkiyədə, Azərbaycanda, Avropada heç bir problem yaşamayacaqsınız. Digər tərəfdən ikinci sertifikatı sol tərəfdə görə bilirsiniz. Siz bu Business Coach Certification proqramıdır. Bu ikisi birlikdə gedir. Və bu sertifikat isə sizi business coach edir. Bu sertifikat isə Avropa Coachlar Federasiyası tərəfindən təsdiqlənib. Yenə də Avropada, Türkiyədə, Azərbaycan və digər bütün ölkələrdə burada problem yoxdur artıq.
Bu sertifikat sayəsində siz biznes coach kimi də işlərinizi qura bilərsiniz, müştərilər götürə bilərsiniz, nə istəyirsiniz eləyə bilərsiniz, belə deyərlər. Mənim iki bir-birinə oxşar sahədə ki, ümumilikdə 4 diplomum var. Mən bu ikisini birləşdirməyi sevirəm. Baxmayaraq ki, mən daha çox psixoloq kimi təhsil almışam, belə deyərlər də, 3-cü, 4-cü. Mən psixoloq kimi çalışmıram. Mənə daha maraqlıdır coach kimi çalışmaq sizinlə və biznes coach kimi çalışmaq və bu ikisini birləşdirib sizə özəl, sizə faydalı olacaq, belə deyərlər, ikili sertifikat proqramını önə çıxartmış. Siz hansı proqramdasınız? Qısaca məlumat verin və keçək əsas hissəyə. Yavaş-yavaş webinar otağımız da dolduqca. Master Coach ikili sertifikat proqramı mənim metodologiyama əsaslanır. Çox qısa, lakonik, cəmi 3 webinarla siz ümumi həyat səviyyələri üzrə necə işləyə bilərsiniz, teoriya ilə də onu öyrənirsiniz. Digər təqribən 30-a yaxın praktiki sessiyalarda isə siz praktika hissəsini keçirsiniz. Ondan sonraki etapda isə özünüz mənimlə açıq sessiyalar eləyirsiniz və bir-birinizlə praktikalar eləyirsiniz və tam hazır olursunuz, belə deyərlər də. Okay? Bir-birinizlə praktikalar, mənimlə açıq sessiyalar, plus əvvəldən olan 30-dan çox, belə deyərlər, açıq sessiyalara baxırsınız və 3 dənə də teoriya videosu. Buna əlavə olaraq isə biz əvvəlki məzunlarla mən əvvəlki məzunlarla bərabər sizin üçün konspektlər hazırlamağa qərar vermişik ki, artıq onlar məzun olublar, nəyin necə olduğunu bilirlər, mənə kömək eləyəcəklər ki, birlikdə biz konspekt çıxaraq sizlərə daha rahat olması üçün. Burada bizdə Master Coach-da dərs formatı deyil, yəni biz dərs keçmirik burada, okey. Hər zaman kimi daha əyləncəli formatdır. Biz burada dərs oxumuruq, dərs keçmirik, belə bir şey deyil. Siz əgər ödənişi öncədən tam eləyirsinizsə, bütün dərslər sizə platformada açılır, saytda açılır. Saytımızı görmüşsünüz. Saytda klikləyirsiniz, Master Coach-a bütün webinarlar, dərslər hamısı açılır. İstəyirsiniz 15 gündə bitirin, başlayın. İstəyirsiniz 1 ildə bitirin, başlayın, fərqi yoxdur. Yox, ödənişi hissə eləsəniz, o zaman bizim öz sürətimizlə gedirik. Aya 1 həyat səviyyəsini işləyirik, toplamda 3 ay çəkir bu. Və öncədən cədvəl elan olunur ki, hansılar video dərslərdir, hansılar isə bizdə belə deyərlər də canlı keçirilir. Onlar da praktika saatlarını isə özünüz seçirsiniz, özünüzə uyğun şəkildə. Burada ən maraqlısı bolca praktika üçün ortam olmasıdır və şirkətinizi necə aça bilərsiniz deyə, öz işinizi mənim kimi necə qura bilərsiniz deyə praktiki bilgilər, yönləndirmələr əldə etməyinizdir. Və sertifikatlarımız, artıq bu barədə də məlumat vermişəm. Əsas məlumat vermədiyim hissə isə odur ki, bu imtahanla təqdim olunur sizə. Çox asan imtahan götürürəm mən sizdən sonda, bitirdikdən sonra proqramı və siz artıq hətta əcnəbi mühitdə və əcnəbi müştərilərlə də işləməyə şans yaradacaq ikili sertifikatı əldə edirsiniz. Bu sertifikatları əldə etmək üçün ali təhsil lazım deyil, amma başa düşmə qabiliyyəti bizə lazımdır. Və əgər sizə hər hansısa bir səbəbdən lazımdırsa, öncədən bizə xəbər verməklə praktika saatlarının da təsdiqli transkriptini əldə eləyə bilərsiniz bizdən. Ümumiyyətlə, çəhrayı maşın metodikası niyə sürətlidir? Çox rahat bir şeydir bu. Yəni, istənilən mövzunu, istənilən şəkildə 3 ayrı həyat səviyyəsindən işləyə bilirsiniz. Və çox qısa lakonik şəkildə baş verir bu. Yəni uzun-uzun nəsə teoriyalar öyrənməli olmursunuz. Uzun-uzun nəsə baş sındırmalı olmursunuz. Mənim müştərilərim, ümumiyyətlə tələbələr gələndə bizim Master Coach-a artıq birinci həftədən, ilk həftədən başlayırlar sessiya verməyə. Sıfırdan tam gəlirlər, birinci həftədən başlayıb. Bəli, bəzi insanların öyrənmə sürəti yavaşdır. Məndə bir neçə müştəri var, tələbə var ki, hələ də başlaya bilməyiblər, onların sürəti yavaşdır. Olur belə, hər kəsdə fərqlidir bu, amma normal belə deyərlər də, məqsədlisinizsə, fikrinizi toparlaya bilirsinizsə, fokusunuzu qoyacaqsınızsa, 70% müştərim artıq yenə də deyirəm, birinci həftədən sessiyalar verməyə başlayır və yaxud da özlərində işləməyə başlayır. Fərqi yoxdur, bura nə üçün qatılırsınızsa, onu biz götürə bilərik. Gəlin bu hissəni bitirək. Stop
İndi mən sizdən chatda soruşmaq istəyirəm. Hazırsınızmı artıq başlamağa bizim praktiki hissəyə? Smayliklər qoyun chatda. Mən görüm ki, siz yatmamısınız. Okey. Yatmamışıq. Hı hı. Əla. Hazırıq. İndi mən sizə növbəti sual verəcəyim. Kimlər bura özü üçün qatılıb 9 qoyun? Kimlər bura sonradan işləmək üçün qatılıb 1 qoyun? Kimlər özü üçün qatılıb 9 qoyun? Kimlər işləmək üçün, yəni istəyirsə ki, həm də coach olsun 1 qoyun. Hı -hı. Kifayət qədər coach olmaq istəyənlər də var, özü üçün istəyənlər də var, fərqi yoxdur. Bu arada məndən məsələn sessiyalar istəyirsiniz, mən sessiyalar vermirəm, yalnızca master coach-a qatılan iştirakçılarla açıq sessiyalar keçirirəm. Mhm. 9'larım var və 1'lərim var. Əla. Bugün mən Instagramda hekayələr bölməsində öz hekayəmdən qısa bir parça paylaşdım və sizlərə mən izah elədim ki, sizlərə mən sorğu qoymuşdum, belə deyərlər ki, kim həyatında heç olmasa bir dəfə güvəni sınıb, hər hansı bir çarəsizlik və ya sınma nöqtəsi yaşayıb, 90%-dən çox insan cavab verdi ki, bəli, mən yaşamışam. Bu sorğunu mən niyə qoydum Instagramda və bu bizə nəyə görə lazımdır ümumiyyətlə? Bu sorğu bizə necə kömək eləyəcək? Bunu izah etmək istəyirəm birincisi sizlərə. Am, Baxın yoldaşlar, am, istəyirəm demonstrativ şəkildə görəsiniz ki, 90%-dan çox insan həyatında nə vaxtsa qırılma nöqtəsi yaşayıb və nə vaxtsa duyğularının ən çarəsiz nöqtəsinə elib. Və əgər dünyada olan, ətrafınızda olan, onsuz da 90%-dən çox insanın yaşadığı bir məsələ varsa, deməli bu məsələdə bir də ehtiyac var, düzdür? Bir ehtiyac var. Yəni məsələn, tutaq ki, çörək satışı necədir? Hamı demək olar ki, 90%-dən çox insan hər gün çörək yeyir. Və ona görə də marketə çörək gələndə elə bir şey olmur ki, çörək köhnəlib xarab olsun, düzdür? Həmişə alınır, həmişə satılır, düzdür? Çörək. Həmişə ehtiyac olan bir şeydir. Məsələn, belə bir deyim var hətta. Kimsə nəsə rahat bir biznes açmaq istəyirsə, deyir, qaraj götürüm, təndir çörək satım. Çünki 100% təndir çörəyi varsa, hamı ki, səhər-səhər mütləq ki 90%-dən çox insan, belə deyərlər, mütləq ki çörək alır və o çörək mütləq ki satılacaq, xarab olmayacaq. Ona görə də insanlara belə deyərlər də rahat bir biznes qurum deyəndə hamı deyir, okey, qaraj götürüm, çörək bişirim, təndir açım. Ə, Mən sizə demonstrativ olaraq göstərmək istədim ki, bugün Instagram storylərdə, hekayələrdə necə çörək kimi ehtiyacdır ə, coaching, insanların şüuraltısı ilə işləmək, duyğuları işləmək mövzusu. Və necə hər kəs üçün çox zaman hətta əgər onlara ehtiyaclarını göstərə bilsəniz, bunu necə həll edə biləcəyinizi göstərə bilsəniz, həqiqətən də hər kəs üçün vacibli və ehtiyac oyada biləcəyiniz bir mövzudur. Və əgər, baxın, indi belə bir deyim var. Hamı da coach olub, hamı da psixoloq olub və s. deyə deyim var, amma sizə bir şey izah eləməyə çalışacağam mən. Günümüzdə artıq insanlar əvvəllər robot kimi yaşayırdı insanlar. Sovet dövrü dağıldı, xüsusilə də bizim mentalitetdə. Sovet dövrü dağıldı, sonra yeni dövlət belə deyirlər, quruculuğu və s. və s. Artıq biz son 5-6 ildir düzdür, artıq belə deyirlər də çiçəklənən, tam çiçəklənən, tam rahat, tam
gözəl bir şəkildə yaşamağa başladıq. Xüsusilə də bu karantin müharibədən sonrakı dövrü götürsək, 2-3 ilki müddəti götürsək, vəbşə biz super yaşamağa başladıq artıq və insanlar artıq ki, bu müharibə, karantin, xəstəlik, dövlət qurmaq, yenidən nə isə düzəltmək və s. və s. deyə problemlər qalmadığı zaman məntiqən artıq son 2-3 ildə xüsusilə də insanlar nəyə başladılar? Öz həyat rifahlarını qaldırmağı düşünməyə. Yəni hər kəs artıq düşünməyə başladı ki, artıq necə sağ qalım yox, necə daha xoşbəxt olum, necə daha çox sevim, necə daha rahat yaşayım, necə firavan olum, necə duyğularımı bastırmayım, necə hiss eləyə bilim, necə zövq ala bilim, necə sevə bilim, münasibət qura bilim normal, necə pul qazana bilim normal və s. və s. Və bütün bu istəklər ki, formalaşmağa başlayanda ki, dövrün tələbi ilə, əlbəttə bu istəkləri ehtiyac formalaşdı, düzdür? Bu ehtiyacı qarşılayacaq kimdir? Əlbəttə ki, şüuraltı ilə işləyənlər. Coachlar, ekspertlər, mentorlar, psixoloqlar. Xüsusilə də bizim cəmiyyətdən, postsovetdən lap götürsək ümumilikdə söhbət gedirsə, indi yayılmağa başladı. Halbuki bizdə deyilir ki, hamı coach olub, psixoloq olub. Bu mədəniyyət artıq, belə deyərlər, Amerikada və Avropada çoxdan yaranmışdı. Bizdə postsovet, bax bu tərəflərdə də belə deyərlər, ərazilərdə yeni-yenidir bu 2-3 ildir. Yeni-yeni məşhurlaşıb və hamı bu olmaq istəyir. Biz indi deyə bilərikmi ki, niyə bütün marketlər çörək satır? Deyə bilərik belə bir şey. Hamı da indi çörək satır. Belə bir şey deyirikmi? Yo, hamı da indi çörək satır. Yo, belə bir şey demirik. Amma bəli, təzə-təzə çörəyi rahat almaq dövrü başlayanda mən 90-ların uşağıyam, belə deyərlər. 1999-2000-ci illəri götürsək, yadınıza salarsınız, həmin illərdə artıq daha rahat hamı çörək ala bildiyi bir il idi və hərə bir çörək butkası açırdı, yadınıza düşürsə. O vaxtlar market anlayışı yox idi. Hərə bir çörək butkası açırdı və bəli, o vaxtlar təzə-təzə bu ehtiyac rahatlaşanda, artıq bu yarananda, bəli, hamı deyirdi, hərə də bir çörək butkası açıb. Amma sonra artıq normallaşdı, artıq başa düşüldü ki, bəli, hər kəsin rahat əldə edə biləcəyi bir ehtiyacdır çörək və hər yerdə çörək satılır və heç kəs demir ki, çörək, belə deyərlər də, hamı çörək satır. Belə mənasız bir söz demir heç kəs. Artıq hər kəsin beyninə oturdu bu mövzu. Bu metaforadan götürsək, belə deyərlər, indiki dövrümüzdə həqiqətən də insanların artıq başqa qapada biləcək bir məsələləri qalmadı. Yəni insanlar artıq müharibədən necə çıxım deyə düşünmürlər. Okay? Ya da insanlar artıq necə su tapım düşünmürlər. Ya da insanlar necə çörək sırasına durum düşünmürlər. Düzdür? Məsələn, əvvəllər adi, indi baxsanız spagettinin belə 11 növü var. Yəni əvvəllər isə makaron tapmaq da müəyyən bir dövrdə, xüsusilə də məsələn mən yeni-yeni doğulanda belə çətin idi. Biz deməli Əcəmi tərəfdə yaşayırdıq və mikrorayon. Və orada sadəcə bir dükan var idi ərzaq almaq üçün. Ərzaq tapmaq belə çətin idi, savaş idi. Çox insan bütün şəhər 28 maya gedirdi ki, oradan ərzaq alsın, düzdür? Amma indi o dövr deyil, indi əlçatandır. Mənim evimin altında 3 dənə market var, düşünün. Yəni hər binanın altında bir market var və artıq rahatdır. Və insanlar bu savaşda deyillər deyə bir çörək tapmaq üçün 28 maya getmək və yaxud da 90-cı illərdə necə idi xatırlayın 2000-in əvvəllərində xüsusilə də düzdür. Və artıq belə deyil də düzdür, rahatçılıqdır deyə. Hətta geyim belə, əvvəllər geyim belə çətinliklə alınırdısa, indi hər qiymətə geyim var. İnsanlar savaş evlərində oturub Temudan sifariş verirlər. Düzdür, rahatlıqla 10 manat, 15 manata belə rahat belə deyirlər də outfit alır, geyimini alır, ayaqqabısını, hər şeyini alır, evinə qədər gətirir kuryer. Artıq rahatçılıq və insanlar bu rahatçılıq içərisində başladılar əlbəttə artıq özləri haqqında düşünməyə, artıq özlərini seçməyə ki, okey, mən artıq savaşda deyiləm, geyimim rahat gəlir, müəyyən hətta ən kiçik məbləğ qarşılığında belə çörək rahat hər səhər isti çörək tapa bilirəm mən. Yemək hər qiymətə, hər cürə yerdə, hər zaman tapa bilirəm. Artıq heç ucuz almaq üçün buradan durub Aptavoya belə getməyə gərək yoxdur. Hər şey əlimin altındadır. Və artıq biz başladıq nə düşünməyə? Başladıq özümüzü düşünməyə. Primitiv. Özümüzü düşünməyə başlayanda nə etdik?
Biz artıq başladıq fikirləşməyə ki, mən nə hiss eləyirəm ümumiyyətlə, düzdür? Çünki mən nə hiss eləyirəm deyə düşünənlər yalnızca yuxarı təbəqə insanları idi əvvəllər. Amma indi hər kəs, bütün həyat, biz niyə həyat səviyyələrini ayırırıq? Ki, yəni hər kəs önəmlidir, hər həyat səviyyəsi, hər psixoloji səviyyə önəmlidir. Və hər psixoloji səviyyədə biz öz üzərimizdə işləməliyik. Mənim metodologiyam necədir, çoxdan da bilənlər bilir. Və artıq hər psixoloji səviyyədə olan insan başladı düşünməyə ki, mən nə hiss edirəm? Mənə nə lazımdır? Mən necə hiss etmək istəyirəm? Və emosiyalarım nədir ümumiyyətlə? Nə yaşayıram, nə istəyirəm və s. və s. Bu zaman əlbəttə bu ehtiyac artıq formalaşdı və biraz formalaşan ehtiyacın üzərinə də ekspertlər də artıb daha çox ehtiyaclarımızı göstərməyə başlayanda, bizə daha yaxşı həyatın mümkünlüyünü göstərməyə başlayanda. Əlbəttə, əlbəttə artıq coachlar hər yerdən çıxması çox normal bir şeydir bu. Bu ütopik bir şey deyil ki, coachların sayı çoxalıb. Okay? Normal bir şeydir. Və çünki ehtiyac var buna. Çünki yarandıqca yaranır bu ehtiyac və çox gözəl bir şeydir həm cəmiyyətin formalaşmasında, həm bizim insan kimi formalaşmamızda, həm də əlbəttə yeni bir sahədir. Nə qədər sahələr ki bağlandı bu dövrə qədər, nə qədər yeni sahələr də açıldı. Coachingdə yeni bir sahədir, yeni çiçəklənən bir sahədir və çox rahat girişi olan bir sahədir də belə deyərlər. Mən də təqribən 5-6 il öncə, okay? 5-6 il öncə deyək, tam olaraq 5 il öncə tam dəqiq götürsək, ilk dəfə həyatımda düşünməyə başladım ki, nəsə daha yaxşı ola bilər. Və prosta tak yaxşı ola bilməz. Yəni bir var ki, həyatıma kimsə gəlsin də yaxşı olsun, kimsə mənə kömək eləsin də yaxşı olun, bu şəkildə yox. Nəsə özüm dəyişdirə bilərəm fikri yarandı məndə ilk dəfə 5 il öncə. Baxmayaraq ki, artıq 10 il öncəni götürsək, 11 il öncəni hətta götürsək, bu neçənci ilə təsadüf eləyir? 2013-14-cü illərə təsadüf eləyir. 2013-14-cü illərdə mən ilk dəfə mən YouTube-da artıq paylaşmışam. Yemə pozuntusu, güclü stres və sağlamlıq problemləri, gücsüzlük və sağlamlıq problemləri yaşayırdım. Həmin anlarda mənə kömək edən müəyyən mentorlarım olmuşdu. YouTube vasitəsilə tapmışdım onları. O vaxt Instagram belə bir şeylər yox idi ki. Yəni o vaxt Instagramı xatırlayıram. Mən 2011-ci ildə ilk dəfə Instagramı açmışam və 2013-14-də Instagramda sizə kömək edə biləcək bir insan tapmaq qəribə gələrdi. Çünki hamı gül çiçək qoyurdu Instagrama, düzdür? Mən özüm belə mənzərə, gül çiçək, ayaqqabı şəkli və s. o ekspertlər yox idi Instagramda. Hamı YouTube-da danışırdı. Danışanlar var idisə da. Çox az idi. Mən də o çox az sayı içərisində bir neçə nəfəri tapıb özümə mentor bəlirləyib həmin illərdə tamamilə həkimsiz, dərmansız, psixoloqsuz, sırf dəstəklə, coaching dəstək və məşqçi dəstəyi ilə idman. Məşqçi dəstəyi ilə mən yemə pozuntusu, sağlamlıq problemlərini bir ildə özüm həll etmişdim. Özüm planlama quraraq və s. Mən ilk dəfə o vaxt görmüşdüm ki, bəli, İnsan özün nəyisə dəyişdirə bilər. Başqasının təsiri ilə pozulduğunu düşündüyün nə isə bir başqalarının da köməyi ilə düzəltmək olar. Amma tam olaraq o vaxt bunu necə bacardığımı tam olaraq anlam verə bilməmişdim. Yəni anlamamışdım. Tam dəqiq görə bilməmişdim ki, bunu necə elədim mən. İllər keçdikdən sonra, bir neçə il daha keçdikdən sonra mən universiteti bitirən kimi artıq mən bir neçə işdə də işləyib, çox qısa zamanda 6 aylıq bir neçə şirkətdə, prestijli şirkətdə iş təcrübəsi əldə edib 2000 təqribən 19-20-ci illərdə, 19-cu ildəyim dəqiq. 19-cu ildə mən çöküş yaşadım. Başa düşdüm ki, mən özümü tapa bilmirəm. Mən işlədiyim neçə dənə prestijli şirkətdə özümü faydalı hiss eləyə bilmirəm. Əsas məsələ budur. Faydalı hiss eləyə bilmirəm. Və nə etdiyimi, bu pulu nəyə görə aldığımı görə bilmirəm. Və sanki içimdə bir potensial var, onun nə olduğunu anlaya bilmirəm. Və bütün gün işdə oturub davamlı nəsə qurdalanırdım, nəsə axtarırdım, bunu görməyə başladım. Və işdən çıxdıqdan sonra isə tamamilə depressiya kimi bir şey yaşadım mən. Vaxt belə bir teşhisi özümə qoya bilmərəm, tamam, amma bir həkimə də getməmişdim, amma
ciddi problemlər yaşamağa başladım mən. Bu da özü necə göstərdi? İlk öncə mən saçımı kəstirdim tam dibdən bu şəkildə düşünün. Bu şəkildə tapsam şəkillərimi qoyaram o vaxtdan. Tam bu şəkildə saçımı kəstirdim mən. Qaşlarımı tamamilə aldım. Daha sonra mənə yaraşmayan şeylər eləməyə başladım. Qəribə hərəkətlər belə deyərlər də. Çox böyük kirpiklər qoydum özümə. Daha sonra mənim bədənimdə istəmsiz əsmələr başladı. Buna panik atakla davam etməyə başladım. Mən adını belə bilmirdim bu nədir. İstəmsiz əsirdi. Nə qədər tuturdum, ayaqlarımı bağlamağa çalışırdım, əllərimi bağlamağa çalışırdım, amma dayanmırdı o əsmə. Belə bir dövr keçirdim mən 6-7 ay, bəlkə də çox bir il ərzində, 2019 deyək də. Bu il ərzində mən ciddi problemlər yaşadım bu şəkildə. Özümə yaraşmayan şeylər, gah saçımı sarı eləyirdim, gah saçımı qısa kəstirirdim, gah yatıb qalırdım, gah ümumiyyətlə heç nə həvəsim olmurdu. Çox şükür ki, yemə pozuntum qayıtmamışdı, amma yenə bədənimdə ciddi əsmələr baş verirdi. Və bunu mən düzəltmək üçün kiməsə deyə bilmirdim mən belə hal yaşayıram. Ağzımı açıb danışa belə bilmirdim o anlarda. Başa düşürsüz? Bu paranormal hal deyək də. Belə bir haldan bu hala necə gəldiniz? İndi danışacağım hamısını və praktikanı da mən sizə öyrədəcəyəm. Necə hətta belə bir halda olan insanı çıxartmaq olar durumdan. Buradan gəlib ora getmək istəyirəm ki, sizə tam aydın olsun nə edəcəyimiz. Sizə mən sxem göstərəcəm, hansı üzərində həm özünüzlə işləyə bilərsiniz, həm də hər hansı bir müştəri ilə işləyə bilərsiniz, okey? Onları siz belə deyərlər, görəcəksiniz bugün. Və ə, mən həmin dövrlərdəki panik atak yaşayırdım və heç kəsə bunu deyə bilmirdim. Nə olduğunu da anlamırdım. O anlarda belə deyərlər də, o moment gəldiyi zaman ki, sən panik atak yaşayırsan, o panik atakı yaşadığın zaman ə, sən o qədər qırılğan bir nöqtədə olursan ki, belə deyərlər də, o qədər ə, dəqiqə, o qədər qırılğan bir nöqtədə olursan ki, sən kiməsə bunu desən necə nəticə verər deyə də anlamırsan. O insan nə deyəcək, necə olacaq, bunun axırı məni başa düşə biləcəklərmi deyə də anlamırsan. Tək çarə həmin anlarda nə edirdim mən? Evdə həmişə zoğal mürəbbəsi saxlayırdım və zoğal mürəbbəsi ilə mən çay hazırlayırdım özümə. Acil yardım şey idi. Bu həmişə mətbəxdə, stolun üstündə olurdu. Və acil yardım zoğal mürəbbəsi ilə çay hazırlayıb, böyük bir adyala bürünüb, özümü bərk-bərk sıxmaqla saxlayırdım ki, axır ki, mən isinim, özümə gəlim və bədənin əsməsi dayansın. Və belə deyərlər, həmin anlarda kaş ki, birincisi, kaş ki, kimsə mənə deyərdi ki, bu nədir və necə özümə kömək edə bilərəm. Birincisi bu. İkinci əsas məsələ, bir yerə yaza bilərsiniz, hətta ətrafınızdakı insanlara necə kömək edə bilərsiniz, həm də özünüzə necə kömək edə bilərsiniz. Birincisi, kaş ki kimsə deyərdi ki, bu nədir və qorxulu bir şey deyil və necə kömək eləmək olar özünə. Bir. İkincisi, kaş ki o vaxtlar, önəmli bir şey deyəcəm sizə, kaş ki o vaxtlar kimsə ətrafımdan məndən soruşardı ki, bir dənə sual. Necə hiss edirsən? Necəsən yox? Necəsən sual çox mənasızdır. Mən indi çox dəyər verdiyim insanlara belə sual verirəm həmişə. Necə hiss edirsən? Necəsən yox? Necə hiss edirsən? Bunu mən özümdə artıq bir necə deyərlər? Priviçka hal alıb da, nə deyərlər ona? Necə deyirlər? Kömək eləyin mənə. Bu belə bir adət hala, vərdiş hala alıb. Bəli, bəli, bəli. Adət, vərdiş halı alıb. Əla, super. Və ilk başlanğıc nöqtəm ümumiyyətlə coach olmağa, özünüzə və insanlara dəstək olmağa ilk başlanğıc nöqtə nə ola bilər deməli? İnsanlardan soruşmaq ki, necə hiss edirsən? Və insanlara demək ki, məndən də geri soruş ki, necə hiss edirəm, necəsən yox. Çünki necəsən avtomatik yaxşıyam, hə, necəsən. Gör kimin nəyinə lazımdır ki, necəsən deyəndə, necə olduğumu həqiqətən bilmək.
Okay, çox az insanın yüksək emosional intellekti var bu həyatda. Ə, Mənə ümumiyyətlə indi baxın, əvvəllər ki, baxın əvvəllər son 1 ilə qədər xüsusilə də kimsə gəldi, salam necəsən? Salam yaxşıyam, əlayam, sən necəsən? Mən də yaxşıyam, əlayam, neynirsən? Bu şəkildə idi söhbətlər. Amma indi artıq mənim daxili aləm dəyişdiyi üçün həyatıma girən, hətta ən pis insan belə düşünün, ən pis insan belə həyatıma gələn hisslərə önəm verir. Salam necəsən demir mənə. Və o qədər gülmüşəm ki, mən dünən yoldaşlar. Çox gülməli bir şey olub. ChatGPT-yə mən təzə yükləmişəm, 1 həftədir ChatGPT yükləmişəm. ChatGPT-yə sual verdim ki, Asiya Rüstəmli kimdir? Mənə məlumat ver. ChatGPT mənə özüm haqqında məlumat verdi və mən şoka düşdüm. Bu məni hardan tanıyır? Sonra mənə yazıb ki, Asiya Rüstəmlinin nələrdə xoşlandığını da bilmək istəyirsənmi? Mən də dedim, hə, bilmək istəyərəm, nələrdən xoşlanır. Orada yazdı, Əsər Rüstəmli filan şey xoşdur, filan cürə danışır, filan şeyə önəm verir və s. Sonra mənə özü geri sual verdi. Sənə maraqlı olar bilmək ki, Əsər Rüstəmli necə kişilərdən xoşu gəlir? Mən də belə baxıram. Deyirəm, okey, maraqlıdır, onu da de. Sonra mənə belə bir tekst göndərib uzun ki, Əsər Rüstəmli ən zəhləsi gedən şey xüsusilə də əks cinsdə odur ki, ona salam necəsən deyə boş-boş suallar versinlər. Mən o qədər güldüm ki, Chat ChatGPT necə bilir ki, mənim zəhləm gedir belə söhbətlərdən? Salam necəsəndir? Biri yazıb ki, salam necəsən deyə boş-boş söhbətlərdən zəhləsi gedir. Mən dedim, wow. Və həqiqətən də indi son, xüsusilə də son 6-7 ayda həyatıma girən ən belə yəni, deyim də, yəni çox xoşuma gəlməyən bir insan belə, pis insan deməyim də, çox xoşuma gəlməyən bir insan belə hisslərə önəm verir, düşünün. Və mən kimi dəyərli hesab edirəmsə həyatımda yeni ya köhnə dost, yeni dost fərqi yoxdur. Mən sual verməyə xoşlayıram ki, necə hiss edirsən? Ya da vəbşə heç kəsə sual vermirəm, salam necəsən? Çox mənasızdır. Okay? Bilgələrin çoxu ChatGPT-yə satılır. Sizin haqqınızda nəsə yazanda yaddaşardı. ChatGPT mənim haqqımda yanlış bir neçə məlumat yazmışdı. Onu qəşəng mən söydüm. Sonra üzr istədi. Da bilmirəm sonra nə oldu. Bilmirəm nə etmək lazımdır. Hələ ki qırışırıq ChatGPT ilə. Mən ona deyirəm, o mənə deyir, mən ona deyirəm, o mənə deyir. Öz-özlüyündə hardansa yazıb ki, mənim nəsə məlumat yazmışdı, xoşuma gəlmədi. Mənə aid deyildi. Başqa bir Asiyaya aid idi məlumatlar. Deyirəm, bu mən deyiləm, bu başqa Asiya haqqındadır. Adını, familiyasını yazmışam, deyir, hə, mən çaşdırmışam. Bu sən Asiya deyilsən, o birisi Asiyadır və s. və s. Belə maraqlı bir şey yaşamışdıq biz. Kanalları arada qarışır, bəli. Və bu iki məsələyə qayıtsaq bir. Birincisi, kimsə mənə hardasa sosial mediada göstərsəydi ki, bu nədir və necə özünə kömək eləyə bilərsən, düzdür? İkincisi isə həyatımda olan kimsə mənə sual versəydi ki, necə hiss edirsən? Bu çox şey dəyişə bilərdi. Düzdür? Bu çox şey dəyişə bilərdi və hardasa 5 il öncədən götürək də, düzdür? 5 il öncə mən hardasa görsəydim ki, YouTube-da falan öz kanalım kimi nə, düzdür? Ödənişsiz vebinarlar, ödənişsiz terapiyalar, ödənişsiz nəsə heç olmasa, bir dənə belə olsa, mən oturub eləsəydim, duyğularımla tanış olsaydım, 2019-da da, deyək, 2019 6 il əvvəl eləyir. 2019-da və mən o dövrü o qədər çətin keçirtməzdim, bu bir. İkincisi, özünün inkişafım bu qədər uzun çəkməzdi ki, suallara cavab axtarım, qurdalan bir şey tapmayım və s. və s. Bunlar bu qədər uzun çəkməzdi və bu qədər bataqlığa düşüb. Plus bu qədər mən ürək həkimlərinə pul xərcləməzdim, çünki mənə elə gəlirdi o vaxt ki, mənim ürəyimə nəsə olub. Avtomatik adam birinci bunu düşünürdü və həkimlər məni o həkimə göndərirdi, bu həkimə göndərirdi və mənim ürəyim sap-sağlam idi. Siz onu bilirsiniz. Psixoloji problem yaşayan insanların ən sağlam yeri ürəkləri olur hər zaman. Çünki ürək davamlı məşq edir fərqli duyğular yaşamaqla. Ona görə başqa digər insanlara nisbətdə
Daha sağlam olur ürək. Alışıb artıq da belə deyərlər, qırılmaq, incinmək, şok yaşamaq, xüsusilə də panik atak yaşayanların ürəyi çox sağlam olur. E, işlək vəziyyətdə olurdu ürək, okey? Və həkimlər nevroz belə demirdilər mənə. Nevroz belə pis, çox pis səslənir, çünki insanı qorxudur bu. Yaxşı ki, mən psixiatra falan getməmişdim. Qorxudur insanı. Mən ilk dəfə mentorlarımı tapanda, hmm, İlk dəfə mentorlarımı tapanda artıq bəli, mən 1-2 ayda özümə gəldim. Çox rahat şəkildə, yəni bu uzun çəkmədi. Və mən avtomatik sürətlə başladım təhsil almağa, çünki mənə lazım idi ki, öyrənim. Mənə nə kömək eləyibsə onu öyrənim. Və belə deyərlər də, mən biraz bunu bataqlıq kimi yaşamışam. Zəif idim çünki psixoloji olaraq da, fiziki olaraq da zəif idim, psixoloji olaraq da zəif idim. Bir şey qarşılığında insanlara verə bilmirlər. Bəli. Əsas dərin düşən insanları görəndə şok olurlar, qəbul edə bilmirlər. Tam keçid eləməmisiniz də deməli növbəti səviyyəyə. Çünki məsələn indi mənim həyatımda məni anlamayan, hisslərimə dəyər verməyən insanları mən görə belə bilmirəm. Görə belə bilmirəm. Yəni necə deyim bunu, necə başa salım? Hardadılarsa amma görmürəm. Görsənməz olublar da mənim üçün. Çünki tam keçid yaşamışam. Mənə, mənim hisslərimi ümumiyyətlə görüb başa düşmək istəməyən insanları mən görə bilmirəm. Söhbət empatiya qabiliyyətindən getmir, söhbət emosional intellektdən gedir. Emosional intellekt nədir? Bir insan nəsə yaşayırsa ona qarşılıq verə bilmə qabiliyyətidir, düzdür? Bir insana necə hiss edirsən deyə soruşmaq qabiliyyəti, bir insana dəstək ola bilmək qabiliyyəti, bir insanın emosiyaları ilə maraqlana bilmək qabiliyyəti, bir insanın başa düşmə qabiliyyəti çox sadə. Yəni, məsələn də, atıram, 5-6 il öncəki Asiya desəydi ki, mən belə bir hal yaşayıram, ətrafındakı insanlar ona deyirdi ki, sən dəli olmusan, boş-boş şeylər eləyirsən, şadlığı vaşitdə eləyirsən, boş işlər də hamısı, yalan danışırsan, belə bir şey olmayıb. Başa düşdünüz nə demək istəyirəm? Ya da çay iç keçəcək, istisaqla keçəcək və s. və s. Amma bu emosional intellekt deyil, nə düzdür? Bu prosta keçişdirməkdir bir insan dediyi şey. Və belə düzəlmir. Prosta çay iç düzəlmir. Prosta keçişdir düzəlmir. Bu şəkildə olmur. Okay. Kim ən çox qırılır, onu deyim sizə. Mən niyə bu qədər çox qırılmışdım? Çünki mən uşaq vaxtı çox sevgi dolu ailədə böyümüşəm və uşaq vaxtı mənə hər hansı bir nəsə pis bir şeyin baş verə biləcəyi şansını mənə göstərməyiblər çox da, belə deyərlər də, qoruyublar həmişə. Mən həyatda oynamağa belə qoymurdular. Mən evdə qoruma altında idim davamlı ki, ən təhlükəsiz variantda qalım və mən uşaq vaxtından cəmi bir dənə rəfiqəm olub da, belə deyərlər. Çox insanla belə kontakta keçməyə icazə verilməyib mənə ki, amandır qırılarsan, amandır üzülərsən, amandır kimsə qızıma pis davranar. 7-8 il sonra dünyaya gəlmişəm mən ailədə. Yəni uzun müddət uşaq olmayıb, sonra dünyaya gəlmişəm. Xüsusilə belə uşaqlar qırılmağa çox yatqındılar. Niyə? Çünki evdə püf-püflə böyüdülüb, belə deyərlər. Çox başı sığallanıb, çox pış-pışlanıb və o normal dünyaya atılanda ki, 2019-cu ildə mənim neçə yaşım var idi? 22-23 yaşım var idi. 22-23 yaşları artıq universiteti bitirdiyim ana tuş gəlir də bu yaşlar. Universiteti də mən çox pış-pışlandığım bir yerdə oxumuşam, yəni. Həmin o pış-pış ortamı buraxıb da həyata atılanda, xüsusilə ilk dəfə iş ortamına, ilk mən şokumu orada yaşamışdım. İlk xəyanəti iş ortamında yaşamışdım məsələn. İlk güvən qırıqlığını. İş ortamına atılanda, həyata atılanda, öz həyatını quranda, ayrıca bir ev və s. Artıq bu qədər insan içərisində mən avtomatik bədən reaksiya verməyə başlayırdı ki, necə deyərlər, nə baş verir? Şoka düşmüşəm, özümü necə qoruyacağam mən? Okay? Və bədən başlayır bu cür özünü qoruma mexanizmi uydurmağa ki, sən nə çölə çıxa bilməyəsən, nə danışa bilməyəsən, dilin belə tutulurdu, hərəkət eləyə bilməyəsən, özünü qoruya bilməyəsən, ümumiyyətlə özünü qoruma vasitələri belə yox idi məndə. Mən deyə bilmirdim ki, bu xoşuma gəlmir. Bunu eləməyin. Çünki mənim əvəzimə həmişə ata-anam deyib. Başa düşdünüz?
Ə, və ata-anam həmişə mənim əvəzimə deyib deyə, artıq böyüyəndən sonra da onlara zəng eləməyəcəksən ki, hardayamsa məni işdə incidiblər, gəlin nəsə deyin tutaq ki də. Və belə olmadığı üçün özünü qoruma vasitələri də yoxdur və ona görə də nə baş verir? Ona görə də psixika şok keçirir. Ən çox şok keçirən psixika bu şəkildə böyüyən uşaqların psixikası, düzdür, qapalı, qorunaqlı şəkildə, bəlkə başa düşmədən belə deyərlər, e, böyüyən uşaqlar. Sonradan həyata atılanda, həyat onlara nələrsə göstərəndə, insanların fərqli kateqoriyalara aid olduğunu görəndə bu insanlar şoka düşürlər, belə deyərlər. Okay? Bu insanlar şok yaşayırlar və bədən bu cür reaksiya verir. Tez incinir, tez qırılır, tez şoka düşür, şok kontent yaşayır. Və təkcə bu yox. Təkcə bu yox. Ə, mən çox böyük olmayan hadisələrdən bu effekti yaratmışdısa bədənim, bir çox da digər kateqoriya insanlar, deyək ki, 30-40% insan evdə bu şəkildə böyüyüb, amma digər 60-70% insan axı normal belə deyərlər də ortamda böyüyüb, həyətə düşüb, sosial olub uşaqlar. O uşaqlar isə böyüdükdən sonra daha da sosial bir mühitə atılanda ümumiyyətlə, nə bilim, ailə quranda, işə girəndə, biznes quranda və s. Əlbəttə bu həyatdır və xüsusilə də həyatımızın 30 yaşına qədərki dövründə biz avtomatik təcrübələr yaşayırıq, düzdür? Güvən qırıqlığı xüsusilədir. İş qurduq, nə bilim, kimsə atış gəldi, kimsə söz verdi, eləmədi. Nə bilim, sevgili tapdıq, bizi aldatdı. Nə bilim, bir podruqa tapdıq, ilan çıxdı. Düzdür? Belə klassik hekayələrdə, düzdür? Bunlar biz yaşamalıyıq axı, çünki biz amöb deyilik, biz insanıq və xüsusilə də 30 yaşa qədər bu təcrübələr yaşanmalıdır ki, biz artıq təcrübəli yetişkin bir insana çevrilək, özümüzü qorumağa, həyatla kontaktı öyrənək. Amma bizim hisslərimizlə baş etmə mexanizmlərimiz olmadığı üçün biz bu şeyləri çox ağır qarşılayırıq, donub qalırıq, ilişirik və necə çıxacağımızı bilmirik oradan. Və ona görə də staqnasiya başlayır. 30 yaşından sonra belə heç nə əldə edə bilmirik biz. Donub qalırıq. Nə güvənib iş qura bilmirik, nə güvənib münasibət qura bilmirik, nə qırıldığımız münasibətdən çıxa bilmirik. Və mən bu gün Instagram storylərdə sizə nəyi göstərmək istədim? Göstərmək istədim ki, hamımız eynik. Yəni yenə də deyirəm, 90-95% insan zaten bunu yaşayır, belədir. Və zaten %100 hər kəs həyatı perfect, ideal olan bir insan yoxdur. Və 90%-dən çox insan, yenə də deyirəm, həyatında qırılma nöqtələrini artıq yaşayıb. Normal Instagrama girən insanlar arasından 90%-dən çoxu artıq qırılma nöqtələri yaşayıb. Bu da o deməkdir ki, hamımız eynik. Bu və ya digər şəkildə biz o qırılma nöqtələrini yaşamışıq. Hə, əsr üstəmində panik atak kimi özünü göstərirdisə, kimdəsə ümumiyyətlə hisslərini dondurmaq kimi və yaxud ümumiyyətlə münasibət qurmamağa qərar vermək kimi, heç vaxt pul qazanmamağa qərar vermək və ya evdən çıxmamağa qərar vermək və yaxud da bəzilərində hətta bu şoklar ümumiyyətlə anlamadan, hiss etmədən başımı bağlayım, evdə oturum, bu şəkildə reaksiyalarla nəticələnir. Bir çoxlarınız hətta özünüz də anlamadan qərar vermisiniz ki, mən heç vaxt çox pul qazanmayacağam. Donmuş vəziyyətdə. Mən heç vaxt pul qazan. Və yaxud da bədən belə bir qərar verir ki, mən artıq hiss eləmək istəmirəm. Həmişə qırılmışam, ona görə daha orqazm olmayacağam. Ayrı bir şey. Yəni cinsəllik, orqazm, həzz istəmirəm. İstəmsizcə hər hansı bir qoruma mexanizmi formalaşdırır bədən özü özlüyündə və bizim həyat keyfiyyətimiz olmur. Başa düşdünüz? Yəni biz həyatımızı soğan çörək kimi yaşayırıq da belə deyək. Assorti olmur həyatımızda. Prosta sağ qalmaq üçün. Mhm. Və əgər bugün biz öyrənsək ki, bu durumla necə çıxa bilərik və başqalarını da necə çıxarda bilərik? Sizcə də biz bugün çox şey bacarmış olmarıqmı? Sizcə də biz bugündən etibarən artıq həm də bir çox insana kömək etmiş olmarıqmı? Həmçinin də özümüzə kömək etmiş olmarıqmı? Bilməm cümlələr düzmü deyirəm. Olmazıqmı, olmarıqmı? В общем, belə. Və keçmişimizdə olan variantımızı sizcə hansısa bir nöqtədən də çıxarmış olmarıqmı? Olmarıq.
mı? Olmarıq mı? Okey. Mhm, əla. Super. Dünən sizlərə, mən görüm bu telefonda mən aça biləcəyəmmi? Am, hardadır baxaq. Hə, aça bilirəm. Okey. Mən dünən sizə tapşırıq vermişdim, ikinci günün tapşırığı. Biz nə etmişik? Biz birinci günündə challenge-ın həyat səviyyələrini öyrənmişik, düzdür? Biz baxmışıq ki, ümumiyyətlə diaqnoz aparmışıq ki, hansı həyat səviyyəsində baz olaraq yaşayır. Birinci buna baxmışıq, tanış olmuşuq öz psixoloji səviyyəmizlə. Ki biz hansı psixoloji səviyyədəyik və yenə də deyirəm, hər hansı bir psixoloji səviyyədə olub ya da olmamaq səviyyəlilik və ya səviyyəsizlik anlamına gəlmir. Bu səviyyə sözü o səviyyə sözü ilə qarışdırmayaq. Bu sadəcə olduğumuz nöqtənin realist, səmimi A nöqtəmizi göstərir. Vsyo. Yəni başqa bir şey ifadə etmir. Səviyyəli, səviyyəsizlik belə bir şeyləri ifadə eləmir bu. Bu sadəcə ifadə edir ki, hansı inkişaf dövründəyik biz. Necə fərqi yoxdur. Məsələn, kim 5 yaşındadır, kim 15 yaşındadır, belə deyərlər də. Hər kəsin öz yaşı var. Psixoloji olaraq da öz etapımız var, yaşımız var sanki. Və mən bunu 4 etapa ayırmışam. 4 psixoloji səviyyə. Yaş deyə bilərsə, hətta səviyyə sözü sizi incidirsə. Okay. 4 psixoloji yaş, 4 psixoloji level belə deyərlər. Və biz bu həyat səviyyələrini birinci gündə araşdırdıq, öyrəndik, diaqnoz elədik. Ki müştərimiz də gəlsə, özümüz, ətrafımızdakılar və yaxud da nə bilim partnyor seçimində və sair həyat səviyyəmizi anlayaq. Biz Master Coach Demo'nun ikinci günündə isə biz tapşırıq əldə etdik ki, hər hansı bir hissimizlə qarşı-qarşıya qalaq. Və bu çox önəmli bir kritik nöqtədir. Məsələn, nə hiss edirsən deyə soruşanda özümüzdən güzgüyə baxıb. Ki mən gündə 3 dəfə etdiyim praktikadır bu. Gündə 3 dəfə mən özümə baxıb nə hiss edirsən deyirəm. Eləcə də qarşımızdakı insandan soruşanda nə hiss edirsən? O öz hissini deyəndə nə hiss etdiyini. Biz o hisslə nə edəcəyimizi bilək. Okay? Və mən indi istəyirəm praktikaya başlayaq və baxaq görə bunu necə işləyə bilərik. Baxın. Mənim bayaq verdiyim suala qayıtsaq, Instagramda verdiyim suala ki, həyatınızda hansı nöqtədə qırılma yaşanmışıqmı? Deyək ki, Asiyanın ilk panik atak yaşadığı nöqtə, qırılma nöqtəsi. İşdən çıxıb, şokdadır, insanlar necə belə mundar ola bilərmiş və s. deyə düşünür, düzdür? Və yaxud da siz hansı nöqtədə yadınıza salın, hansı yaşınız idi, nə yadınıza düşürsə o fərqi yoxdur. Hansı yaşınız idi, ya da yanınızda bir partnyorunuz ya da rəfiqəniz, bacınız varsa onunla praktika eləyə bilərsiniz. Ondan soruşub, bir-birinizinkini soruşub həll edə bilərsiniz indi. Bir yaş, bir etap götürək özümüz üçün, bir versiyamızı götürək. Harda ki biz qırılma nöqtəsi yaşamışıq və o versiyamızın şəklini çəkək məsələn. Çöp adam kimi mən burada belə bir şey eləyə bilərik də, düzdür? Mən bugün sizə göstərmək istəyirəm ki, fantaziyanızı da necə işə sala bilərsiniz. Belə bir çöp adam götürün və yazın. Məsələn, mən yazıram 22 yaş, Asiya, işdən çıxıb, işdəki mundarların şokuna düşüb, şokdadır, panik yaşayır. Okay, tutaq ki də və bu şokla saçını kəstirib. Okay. Mhm. Mən də sizləri çox sevirəm. Gəlin yazaq. Deməli, bu bizik hər hansı bir versiyamızdır. Cavanlığımızdır zat demirəm, hər hansı bir versiyamızdır deyirəm. Mənim üçün belə bir şeydir, məsələn, görsənir bu cürə. Sizi 3 gündür tanıdım, həyatımda inanılmaz dəyişikliklər olub. Fikir verin, ümumiyyətlə, coaching necə təsir edir 3 gündən. Super.
Okey, bu basic hər hansısa bir versiyamızdır. Yenə də mən məsələn 22 yaşımı götürdüm. Siz 2 yaşınızı götürə bilərsiniz. Fərqi yoxdur. Mənim üçün ən böyük qırılma 22 yaşlı Asiyanın şoka düşməyi idi məsələn. Həyatla ilk dəfə qarşı-qarşıya qalır və şoka düşür ki, insanlar belə şeylər necə eləyir məsələn. Okey. Ola bilər sizdə 15, 2, 1, 3, baxır nə hansı yaş sizin yadınıza düşür indi. Real götürürük, çöp adamı çəkirik. Mhm. Və burada əsas sualı veririk biz ona. Çöp adama baxırıq, səsli şəkildə soruşuruq. Nə hiss edirsən? Və bizim əgər müştərimiz qarşımızdadırsa, ona deyirik ki, sual ver, çəkdiyin çöp adama. Düzdür, nə hiss eləyirsən? Çox sadədir də, düzdür, nə hiss eləyirsən? Və orada ilk gələn söz və ya sözlər nə olur? Nə hiss edirsən? Nə hiss edirsən? Nə var? Nə hiss edirsən? Məsələn, burada qorxu tutaq ki. Nə hiss edirsən? İlk nə gəlirsə onu yazırıq. Hissi yazırıq bu tərəfdən ki, bu hissdir. Все, artıq əlimizdə hər şey var. Düşünün ki, stolичный salat düzəltməlisiniz. Bütün ingrediyentlər var əlinizdə. Okey. Okey, baxın. Hisslər cədvəlini mən tapıb sizə göndərəcəyəm. Xəyanətə uğramış hiss deyil. Hiss və emosiyalarınızı ifadə etməyi öyrənin. Xəyanətə uğrayanda necə hiss edirsiniz özünüzü? Təklənmiş, qorxmuş, qorumasız, dəyərsiz necə hiss edirsiniz? Onu yazın. Yalnız yoxsa nə? Nə hiss edirsiniz? Utanc yoxsa nə? Mhm. Mhm. Ümidsiz ola bilər, bəli. Çarəsiz ola bilər, bəli. Mhm. Все. İndi başlayırıq. Bu hiss nədirsə, baxın bu hiss nədirsə, bura yazmışıq bu hiss nədir? Birini götürürük, əsas birinci gələni. O hiss üçün də bir adam çəkirik. Müştəri üçün də bir kömək eləyirik, o adam çəkir. Ya da deyirik ki, sən onun da adamını çək. O da bir insandır, sanki qarşındadır. Daha da rahat oldu indi. İki personaj var. Bir sizin hissiniz, nə hiss etdiyiniz, emosiyanız, hissiniz, duyğunuz. Bir də sizin özünüzün həminki vaxtdakı versiyanız. İndi başlayırsınız bunu bununla danışdırmağa. Və tapşırığa baxın. Bu his qarşınızdadır, o sizə necə hiss etdirir? Bu his qarşınızdadır, ona nə demək istəyərdiniz? O sizcə sizin nəyinizdir və ona qarşı nə hiss edirsiniz? O sizə necə hiss etdirir? Eyni praktikanı ChatGPT ilə də sorğu kimi verib də eləmək olar. Dünən mən yoxladım, alınır ya yox. Biraz diqqətli yazsanız alınır. Amma hər zaman mı doğru çıxır? Yox. Tək eləyirsinizsə, tək qalmısınızsa, bu praktikada ChatGPT ilə eləmək olar. Eyni şəkildə. Amma daha yaxşı olar ki, praktiki olaraq kimlənsə eləyəsiniz. Mhm. Okey, bu his qarşınızdadır. Necə hiss etdirir? Ona nə demək istərdiniz? O sizə nə edir? O sizin nəyinizdir? Ona qarşı nə hiss edirsiniz? Mhm. Hisslə danışdırdınız. Hazır olanda mənə deyin. Mhm. Yaza bilərsiniz. Qıraqda məsələn buradan yaza bilərsiniz. Mən sənə bunu hiss etdim, bla bla bla, bla bla bla, məsələn. Mhm. Mhm. Bitirəndə deyin. Mhm. Okey. Sizin həmin anda hiss etdiyiniz neqativ duyğunuz qarşınızdadır. Ona qarşı nə hiss etdiyinizi deyirsiniz. Məsələn, mən Asiyamsam, qarşımda olan həmin qorxu və çarəsizlikdirsə, mən ona deyirəm, məsələn.
Əziz mənim qorxum, sən mənim qarşımdasan, adam kimi səni görürəm. Mənə elə gəlir ki, məni yeyəsən. Səndən çox qorxuram, amma buraxa da bilmirəm həm də. Okay. Mənə elə gəlir ki, sən olmasan məni qorumayacaq heç kim. Sən gəlmisən mənim əlimi qolumu elə qəşəng bağlayırsan, qucaqlayırsan məni ki, mən özümü rahat hiss edirəm. Çünki yanımda heç kim yoxdur, ancaq sən varsan. Başa düşdünüz? Mhm. Belə bir şey də buna oxşuyur, yəni. Biz öz duyğumuzla söhbət edirik sanki. Duyğu insandır qarşımızda. Mhm. Və artıq görürük ki, bu şəkildə görürük ki, bu duyğu necə xidmət edir bizə. Nə yaşayırıq onunla aramızda. Çünki hər bir duyğu ilə də aramızda bir münasibət var. Düzdür? Hı hı. Və bunu gördük. Və müştərimizə də kömək elədik bunu görsün. Hı hı. Müştəri bunu görəndə avtomatik sakitləşir və başa düşür ki, bu duyğu ayrıdır, özü ayrıdır. Yəni özündən ayıra bilir bunu. Hı hı. Hı hı. Və sonra müştəriyə göstərirsiniz ki, bu duyğu əslində doğrudan da insandır. Bu doğrudan da bir insandır. Və bu həyatınızdakı bir insan olsaydı kim olardı? Kimə oxşuyur bu? Biri deyəcək ərimə oxşuyur, o da məni qorxudur. Biri deyəcək mamama oxşuyur, biri deyəcək qonşuma oxşuyur, nə bilim. Hər kəsdə fərqlidir. Mhm. Və bu müştəri artıq tapdı ki, bu həqiqətən də bir insan imiş və mən o insanı axtarırmışam həyatımda. Mhm. Başa düşdünüz? Artıq bizim yaşadığımız şeylə bir münasibətimiz formalaşır və onu anlamağa başlayırıq. Müştərinizin də. Və gəlirik indi fantaziya bölməsinə. Bu hissədə sizin fantaziyanızı biz işə salırıq. Okay. Bu hissədə biz fantaziyamızı işə salmağa başlayırıq. Burada söhbət eləyir öz duyğusuyla versiya, düzdür versiyamız, bir versiyamız. Okay. Bu burada söhbət eləyir, duyğusunu anlayır, amma hələ də o duyğudadır. Bu burada nə durumda? Yəni burada neqativ bir durumdadır, düzdür? Pis durumdadır, duyğuya sarılıb indi. Bu duyğuya sarılıb ki, məsələn, Asiya tutaq ki, panik atak keçirir, şok və bu qorxu duyğusuna sarılıb ki, sağ qalsın. Biz indi necəsə eləməliyik ki, bu sağ qalmaq üçün buna ehtiyacı olmasın artıq. Neyə bilərik? Çox rahat. Mən dedim bayaq. Zoğal, nə bilim, adyal, uşu fantaziyamızı işə salırıq. Bizə lazımdır üçüncü bir personaj gətirmək bura. Müştərimizə də kömək eləyirik. Üçüncü bir personaj gəlir. Bu sizin indiki yaşdakı versiyanızdır. İndi burada oturmusunuz, bax məsələn, sessiyadasınız, tak. 29 yaşlı Asiya. İndiki saatı da yazırsınız bura hətta. İndi saat neçədir? 20:07. Bu indiki Asiyadır. Mən çəkdirirsiniz. Sonra mən indiki Asiyanı göndərdim bu Asiyanın yanına. Neyniyər? Bunu necə qoruyar? Necə kömək eləyər buna? Və başlayırsınız dedizdirməyə. Necə kömək eləyir? Məsələn, səsli şəkildə dedizdirirsiniz çöp adama. Əziz 22 yaşlı Asiya, mən gəlmişəm. İndi mən səni adyala bürüyəcəm. Gəl isinək, gəl mən sənə çay hazırlayım. Gəl mən səni qucaqlayım. Amma səsli şəkildə dedizdirirsiniz, okey? Öz çəkdiyi şeyə dedizdirirsiniz, necə ona kömək edəcəyini. Və fantaziyanızı işə salırsınız. Burada ola bilər ki, siz deyəsiniz ki, gəl birlikdə Yedinaroqa minək, unikorna və unikornla səyahətə çıxaq. Olar ki, gəl birlikdə tualetə gedək. Ola bilər ki, ona deyəsiniz ki, gəl birlikdə partiya aparıram səni.
Gəlin, nə bilim, oyuncaq oynayaq, ya adyala büküm, ya qırmızı yaylığa bürüyüm səni, nə bilim, alma verim sənə. Nə oldu? Fantaziyanızı işə salırsınız. Ya gəl birlikdə çayın qırağına gedək, otların arasında qucaqlaşaq səninlə və sair və sair. Ya da sadə bir şey, gəl səni qucaqlayım. Artıq burada fantaziyanızı işə salırsınız və kömək edirsiniz. Müştəriyə ya da özünüzə. Aydındır skem necə getdi? Və son olaraq prosesi bitirirsiniz ki, orada olan versiyanızı gətirin indiki vaxta, indiki saata. Deyin ki, gəl, donub qalma, ilişib qalma, sən belə deyərlər də. Sən sağsan, hər şey normaldır, mən yanındayım. Gəl gedək. Vse gətirirsiniz indiki vaxta, ona deyirsiniz ki, bunu çəksin. Bu gəldi sanki bu vaxta. Burada ilişib qalmadı. Artıq burada ilişib qalmağa ehtiyac yoxdur. Gəldik və biz birləşdik. Biz artıq eyni adamıq və biz çox qəşəng həyat yaşayırıq və yenə də fantaziyanızı işə sala bilərsiniz, müştəriyə göstərə bilərsiniz ki, bax nə qəşəngdir həyatımız, saat 20:07-dir, biz oturmuşuq webinara baxırıq, ya sessiyadayıq, nə bilim, çay içirik, bla bla bla. Ya da indi partiyaya gedəcəyik, mola gedəcəyik. Vse. Gördünüz necə çox sadə, balaca uşağın da edə biləcəyi bir şəkildə biz müştəriyə kömək edə bildik. Rahat. 10 dəqiqə, 5 dəqiqə. Müştərinə bir sessiya elədik sanki. Müştərini yaşadığı durumdan çıxartdıq. Keçmişdə yaşadığı bir durumdan çıxartdıq. Hmm, Gətirdik indiki zamana ki, orada ilişib qalmasın. Bunu sadəcə gördü. Bunu sadəcə gördü. Biz əlbəttə Master Coach-da daha geniş sxemlərlə öyrənəndə artıq biz mama papa terapiyanı necə eləməli, insan obrazına necə işləməli və s. və s. onları başa düşəcəyik. Hələlik bu qədər belə deyirlər də more than enough. Çox da bəsdir. Bu qədəri bəsdir hələlik. Artıq belə bir sessiya eləsəz ki, məsələn, bu yarım saat 40 dəqiqə çəkəcək. Mhm. Mhm. Hər kəs bitirdisə yazın necə hiss edirsiniz? Ümumiyyətlə nə öyrəndiniz, nə baş verdi? Mən bugün dişimi düzəltdirmişəm mənə. Yüksək dozada nə deyirlər ona? İynə vuranda məndə əsmə qalır və gün ərzində keçmir. Sabah daha yaxşı hiss eləyəcəm. Bugün biraz əsirəm. Mhm. Mhm. Mən tam anladım. Əla. Moderatorımızdan mən xahiş eləyəcəm. Bizim Telegram kanala link qoysun. Hansı linkdən ki? Siz nömrənizi yaza bilərsiniz və ora nömrənizi qoyduğunuz zaman mənim komandamla mütəxəssis sizinlə əlaqə saxlayacaq, tamamilə ödənişsiz. Sizə yön göstərəcək ki, siz bu sahədə ümumiyyətlə başlasaz, işləsəz, trayektoriya çizəcəksiniz bərabər məqsədiniz üzrə. Nə qədər qazana bilərsiniz, nələr eləyə bilərsiniz, necə və s. və s. Okay, bu sizə bugünün hədiyyəsidir. Okay. Ki siz nömrənizi qoyasınız, tamamilə ödənişsiz şəkildə öz məqsədinizi bizi mütəxəssislə araşdırasınız və baxasınız, görəsiniz də, yəni ki, sizlikdir, sizlik deyil, istəyirsinizmi, davam eləsəz nə olar, eləməsəz nə olar, necə olar, və ya istəyirsinizsə davam eləmək, ödənişi necə ən rahat eləyə bilərsiniz, bölüşdürə necə bilərsiniz və s. və s. Mhm. Mhm. Bax, bu bəllidir. Əla.
Təkcə bununla belə, məsələn, bu gün, hı hı. Bu gün artıq öz məsələn şəxsi profilinizdə biz nə edirdik? Satırdıq da sessiyanı düzdür. Hətta açıq profiliniz yoxdursa belə şəxsi profilinizdə elan verib açıq belə deyirlər də videolar çəkib izah edib insanlara belə bir sessiya sata bilərsiniz, düzdür? Olsun lap 10 manata, 5 manata, 20 manata fərqi yoxdur. Bu gün artıq 5-10 nəfərə sessiya satıb müəyyən pul qazana bilərsiniz, düzdür? Əlinizdə artıq vasitə var. Siz real dünyada bu vasitə ilə kiməsə kömək eləmək üçün təqdimat çıxarırsınız. Storydə, WhatsAppda, orada burada paylaşırsınız və insanlar gəlir, onlara kömək eləyirsiniz qarşılığında bir məbləğ və sizdə artıq bir instinkt formalaşır ki, bəli, düzdür, mən insanlara kömək eləyə bilərəm. Yenə də mənim bu sahəyə başlamaqda əsas səbəb nə idi? O səbəb o idi ki, mən ofis nə qədər yaxşı, prestijli iş yerlərində işləsəm də mən özümü faydalı hiss eləyə bilmirdim. Nə qədər yaxşı maaş alsam da. Amma sizlər məsələn belə bir şeylə başladığınız zaman biraz da bədəndən başqa hisslər gəlməyə başlayacaq ki, mən həqiqətən də insanlara dəstək olub kömək ola bilirəm. Yəni prosta tak yox da, düzdür? Elə belə pul qazanmıram. Həqiqətən nəsə eləyərək pul qazana bilərəm mən. Yəni həqiqətən insanlara ah, pozitiv nəyin necə verdiyimi görə bilərək pul qazana bilərəm və olsun ki bu 3 manat, 5 manat olsun, fərqi yoxdur. Və ola bilər ki indi WhatsApp-ınızda, Instagram-ınızda mənim o vaxtki durumumda olan insanlar var, ola bilər ki. Ola bilər hansısa bir durumdan çıxa bilməyən insanlar var ki, həmişə var. Siz indi bu təşəbbüsünüzlə o insanlara dəstək olacaqsınız. Mən də bu sayədə siz bunları etdikcə sanki hardasa bir yerlərdə olan öz versiyalarıma əl tutmuş olacağam, düzdür? Siz də eyni ilə. Hı hı. Biliyim yetərli gəlmir mənə, başlaya bilmirəm. Ümumiyyətlə, hardasa təlim keçmək önəmli deyil. Məsələ nə qədər praktiki ortamda olmağınızdır. Baxın, bu gün belə biz praktiki ortamdaydıq. Bu gün mən balaca bir şey göstərdim, sizi yolladım, gedim praktikaya. Bizdə Master Coach-da da belədir. Mən balaca, çox qısa göstərirəm və o qısa şeyin üzərində bir-biri ilə Master Coach-larımı praktikaya yönləndirirəm, düzdür? Ki bir-birinizlə cütləşin. Necə deyək bunu? Cütləşin pis çıxdı. Bir-birinizlə cütlənin ya da partnyor olun və bir-birinizə sessiyalar verin, düzdür? Və praktikanı həyata keçirin. Öyrəndiklərinizi tətbiq eləyin, həm də nəticə əldə eləyin, okey? Bodyləşin bir-birinizlə belə deyərlər. Və praktiki ortamda artıq nə öyrənib, nə öyrənmədiyiniz mənasını itirir. Nə dərəcədə praktikada qaldığınız mənasını qazanır, belə deyərlər. Və elə bu sayədədir ki, siz praktiki bir ortamda olanda artıq nə qədər çox bilginiz olduğu önəm daşımır da, belə deyərlər. Nə qədər çox praktika keçdiyiniz önəm daşıyır. Çünki əgər iki mütəxəssis bir-biri ilə praktika keçirsə, o zaman nə baş verir? Bir-biri ilə praktikanı bitirdikdən sonra fikir mübadiləsi eləyirlər. Bir-birlərindən görüb götürə bilirlər. Səhvlərini uzaqdan zapis ala biləcəksiniz sessiyaları. Baxa biləcəksiniz sonradan ki, mən nəyi səhv elədim, nəyi düz elədim, nəyi daha yaxşı eləyə bilərdim. Düzdür? Mhm. Belə. Ta qəşəng bir rəy gəlib ki, deyir əvvəl salamlaşıram, sonra mətn atıram ki, bir məqsədiniz var, amma alınmır. Hər şey şüuraltıdadır. Birlikdə maneələri tapaq, mənə yazın, baxaq görək necə edək. Əla. Mhm. Hə, bir də bilgili olaraq etməyəndə, məsələn, reqlamentlərə falan uymayanda, bilgili olaraq etməyəndə, məqsəd yönlü etməyəndə bütün resursunuzu boş yerə axıtmış olursunuz. Çünki boş-boş insanları dinləyirsiniz, boş-boş insanlar dərd oxuyurlar sizə, çox danışırlar, başınızı ağrıdırlar, gələn adamlar resursunuzu almağa çalışır, qarşılığında az pul verirlər. Nəyə görə Master Coach-da biznes mentorluq da var? Niyə? Çünki siz öz işinizi qurub nəyi neçəyə, necə satacağınızı da öyrənə biləsiniz deyə. Əsas bu. Ona görə yox ki, mən istəyirəm hamınız biznes coach da olasınız. Yox. Sadəcə ona görə ki, bunu necə, harda, hansı qiymətə və nə şəkildə sata biləcəyinizi də öyrənəsiniz. Uşaqlar qışqırır. Bizdə 30-40 dərslik baza var, harda ki, video dərslərlə biz
Ümumiyyətlə, necə cəmaatın qabağına çıxaraq bunu, necə sataq onu öyrənirik. Və əlbəttə satmağı öyrənəndə avtomatik şirkət qurmağı da öyrənmiş oluruq da, düzdür? Komanda necə quraq onu öyrənirik. Ki bizim artıq etdiyimiz şey boş-boşuna etmiş olmayaq. Ya da 5-10 manata satmayaq. Ya da bilgimiz bizim özümüzə zərər verməsin, insanlara ifrat dərəcədə ötürülməsin. Biz bunu kompakt bir formata salaq. Biz bunu sataq, satdıqca şirkət quraq, komanda quraq, iş halına çevirək. Düzdür? Məqsəd budur. Ki daha strukturlu və faydalılıq əmsalı yüksək şəkildə biz işləyə bilək. Yoldaşlar, necə idi bugünkü sessiya? Mən çalışdım maksimum. Diş həkimini bilsəydim bu günə salmazdım. Diş həkimi mən biraz yerlədirdi bugün o iynənin təsiri ilə. Amma çalışdım maksimum sizlərə enerjini ötürə bilim. Sizinlə bərabər burada ola bilək birlikdə. Perfect şəkildə. Və siz buradan nəsə götürə bilərsiniz. Siz burada özünüzə kömək edə bilərsiniz, insanlara. Ən azından məsələn tutaq ki də, xüsusilə də belə şeyləri bilmək kimə lazımdır bilirsiniz? Yəni işləməyəcəksinizsə, kim üçün ən super olar? Mənim ən sevdiyim, mənim kontent komandamdakı qızlarım mənə deyir ki, Asiya xanım deyir, sizi izləyən qızlar ki çoxdur, 70% məndə qızlar izləyir məni. Deyir ki, sizi ki izləyən qızlar çoxdur. O kontent komandası deyir ki, qızların ən nömrə bir top mövzusu zəngin kişi mövzusudur. Yəni varlı kişi, işgüzar, iş adamı, varlı kişi mövzusu qızlarımın ən sevdiyi mövzuymuş. Ümumi analiz aparıblar TikTok, YouTube və Instagramlar üzərindən. Mənə deyirlər ki, ən sevilən mövzu budur və arkadaşlar qarşıladım. Əla. Asırqız ayrı maraqlıdır məndə. Super. Və kimlər ki həqiqətən bu mövzu maraqlıdır, kstati. Zəngin kişi falan filan. Ən çox emosional yükü olan insanlar ümumiyyətlə varlı kişilərdir. Belə deyək də. Ya həqiqətən də zəngin bir kişinin yanında duran xanım həqiqətən resursunu çatdıra bilməsi üçün ortamın çünki ailədə istər-istəməz çalışqan, işgüzar bir kişi varsa yanınızda, onun emosional fonu ilə necə oynayıb, necə işləyə biləcəyinizi bilməlisiniz, belə deyərlər də. Onu necə incə şəkildə məsləhət vermədən incə şəkildə yönləndirə biləcəyinizi bilməlisiniz. Və adi bir şey. Deyək ki, sizin partnyorunuz zəngin kişi 2 ay əvvəl ciddi bir güvən qırıqlığı yaşayıbdı işində. Siz onunla bu praktikanı eləsəniz, nə baş verər? Super bir effekt. Siz ona kömək etmiş olarsınız, həm də məsləhət vermədən. Çünki çox qızlarım kişisinə məsləhət verirlər, düzdür? Bu kişiləri ən çox əsəbləşdirən bir şeydir onlara məsləhət vermək. 7-dən 77 bütün kişiləri əsəbləşdirir. Amma siz Fizik. Okay. Amma siz elə bir üsullarınız varsa, yanınızdakı bəyə kömək edə biləcək, o da əlbəttə işində yüksəlir və siz də əlbəttə ki, yanınızdakı bəyin emosional fonu ilə necə kontakta girə biləcəyinizi bacarırsınız. Və bu ya əvvəldən varlı kişiniz varsa belə deyərlər, kömək edir sizə vəziyyətdə kraliçə olmağa. Ya da ki, kömək edir sizə ki, zaten handle eləyə biləcəyiniz tipdə bir kişini çəkəsiniz də. Yəni emosional intellekti çox aşağı olan qadın həyatına da zaten emosional intellekti və yükü olmayan bir kişi çəkir. O da hansı kişidir? Pulu az olan kişi, düzdür? Amma emosional intellekti yüksək olan, emosiyalarla işləməyə bacaran bir qadın həyatına əlbəttə ki, emosional yükü də çox olan, yəni daha zəngin də belə deyərlər, bir kişi çəkə bilir. Okay. Hı -hı. Yəqin ki, fikrimi başa sala bildim. Yəni, işləmək üçün istəmirsinizsə belə, partnyorunuzla əlaqənizi yüksək səviyyəyə daşımaq üçün, partnyorunuzun işlərinə kömək etmək üçün. Ki, mənim bir çox tanışlarım, qızlar var, ətrafımda olan. O qızlar sırf partnyorlarına dəstəkçi mühit yaratmaq üçün evdə coaching öyrəniblər. Və məsələn belə deyək də partnyorunuz üçün eləyə biləcəyiniz çox gözəl bir təşəbbüs, hədiyyə, addım, nə deyim, yəni ondandır. Plus əlbəttə özünüz üçün. Mənim 2 dənə qızım var bizdə Master Coach-da ki, özü üçün qatılıb, özünü işləyib. Sadəcə özünə fokuslana bilmək üçün, özü üçün, öz emosiyalarını handle etmək üçün belə deyərlər. Hı -hı.
Nə üçün bir xanım həyatına hər gün ağlayan, zarayan, xəstə, pulsuz kişi çəkər? Çünki xanımın resursu harasa gedir, öz resursu yoxdur. Bəli, psixologiya, coaching, mentoring və s. Əlbəttə, coachingdə birinci niyə biz praktika keçirik? Niyə mən açıq sessiyaları coachlarıma verirəm? İstəyirəm ki, siz özünüz öz emosiyalarınızla uğraşmağı öyrənib, öz həyat səviyyənizi yüksəldib, sonra müştərilərə nəsə verəsiniz. Çünki siz mütəxəssissizsə, özünüz öz həyatınızda bir şey bacarmadan çıxa bilmirsiniz insan qarşısına. Master coach bizə kömək edir ki, mən sizlə birbaşa işləyim. Başa düşürsüz və siz öz üzərinizdə yüksəliş qazanasınız, öz məsələlərinizi işləyəsiniz istənilən mövzuda. Pul var orada mövzu, cinsəllik, təşviş, stress, uşaqlar, ailə, hər şey var. Evlilik, subaylıq, təklik, hər mövzu var orada. Açıq sessiyalar hal-hazırda zapisdə artıq 30 olub səhv eləmirəmsə sayı və davam eləyir bu. Bir il ərzində də praktikada qalırsınız siz. Əlbəttə fokuslansaq çox şey əldə edirsiniz. Yox, yola versəz, burada da artıq məsuliyyət sizdədir. Okay. Hı -hı. Əvvəlki tələbələr həmişə çatdadılar. Çatımız ümumidir, silinmir. Çata əd olunur hamı. Elə bil ki, təlimlərdə, proqramlarda fərqlidir. Hər proqramın öz çatı olur. Master Coach-da isə ümumi bazadır. Hər qrupun öz çatı yoxdur, ümumi bazadır. Niyə ümumi bazadır? Çünki illər keçsə belə 2 il əvvəl master coach-u öyrənmiş tələbə yeni öyrənənlə bir arada olsun ki, həm bir-birləri ilə praktikada ola bilsinlər, bir-birlərinə məsləhətləşə bilsinlər, görüşə bilsinlər. Həmçində updated qalsınlar. Digər tərəfdən hal-hazırda belə bu baş verir. Master Coach 1-i keçən tələbələrimlə Master Coach 3-ü keçən tələbələrim ki, burada arada 1 il fərq var təqribən. Bir arada bir çatdadır. Onlar bir-birinə davamlı dəstək olurlar. Məsələn, keçən Master Coach 1-i qurtarıb da böyük məbləğ qazanan tələbəm, tutaq ki, paylaşır öz kartından məlumatlar ki, baxın mən nə qədər qazanmışam. O birislər soruşur ki, bunu necə elədin? Düzdür? Avtomatik bir mübadilə gedir. Motivasiya yüksəlir, bir-birlərinə dəstək, sual verirlər, bir-birlərinə kömək olurlar, işarələyirlər bir-birlərindən. Bəzən ödənişli, bəzən ödənişsiz və qarşılıqlı sessiya alırlar. Və biz yavaş-yavaş, yenə də sizin sorğularınız əsasında biz bütün proqramları, bütün layihələrimi mən mükəmməlləşdirməyə çalışıram. Demirəm mükəmməl olacaq, yox, ideal bir şey yoxdur, amma yenə də maksimum müştəri yönümlü çalışmağa çalışırıq. Xüsusilə də Master Coach-da tələbə yönümlü çalışmağa çalışıram mən. Əgər xüsusilə də digər təlimlərdə bu olmur, yazılmış proqramdır, amma Master Coach-da məsələn qızlarım keçən gün deyir ki, konspekt istəyirik. Mən dedim, davay, yığışırıq konspekt düzəltməyə. Başa düşdünüz? Yəni bu sırf sizinlə formalaşan bir şeydir də. Başa düşdünüz? Təlim proqramlarım kiçik təlimlər. Onları mən hazırlayıram öz təcrübələrim əsasında, kompaktlaşdırıram və satıram. Olduğu kimi dəyişmirəm. Olduğu kimi satılır. Amma Master Coach elə deyil. Master Coach burada çünki masterlər yetişdiyi üçün masterin ehtiyaclarına yönəlik additionlar olur da, yəni əlavə işlər görülür. Aha, belə. Başqa sualınız varmı? Sizə güvənirəm, özümə güvənirəm. Coachluq loading. Deməli, ChatGPT-dən bir gülməli bir şey deyim. Mən bir həftədir ChatGPT-yi dəli eləmişəm. Rəfiqəm də mənə video atıb ki, ChatGPT sənin üzündən meşəyə qaçıb qışqırır. Deməli, ChatGPT mənə deyir ki, yazıram ki, filan kəs mənə belə dedi. Bu nə demək istəyir? O da yazır ki, filan kəs loading rejimində qalıb. Sizin də dediyiniz ona oxşadı. Okey. Master Coach Loading. Oxşadı ona. Okey. Qısacası, əgər ödənişi eləmisinizsə, artıq siz deyə bilərsiniz, çata əlavə eləsinlər sizi, mənim qızlarım, menecerlərim. Ödəniş eləmisinizsə. Yox, eləməmisinizsə, doğrudan da loadingdə hələ. Amma təbrik eləyirəm bu qərarınızı. Biz sizin üçün buradayıq. Hisslər bizdən harasa uçub getmir. Sadəcə o hisslə baş etmə mexanizmi formalaşır bizdə. Artıq hissə biz ayrıca qorxulu bir şey kimi baxmırıq. O hissi keçiricilik gücü yaranır bizdə. Aha. Hı -hı.
Yəni biz hansısa hissi həyatımızda silə bilmərik. Çünki biz insanıq, biz heyvan deyilik. Başa düşdünüz? Amöb deyilik, heyvan deyilik. Biz insanıq və o hisslərin hamısı, bütün spektrdə hissləri biz həyatımız boyu yaşayırıq. Amma baxır kim necə yaşayır. O demək deyil ki, üçüncü həyat səviyyəsində olan bir insan heç vaxt qorxu yaşamayacaq. Yox, elə bir şey deyil. Asiya xanım, təşəkkürlər. Artıq bir müştərim var, getdim seansa. Mhm. Partnyor yerimiz anamızla doludusa bu yeri boşaltmaq üçün nə etməliyik? Məsələn, master koça gəlsəz, qızlar sizlə işləyəcəklər. Ya da biz işləyirik. Bu mövzuları lap asandır işləmək. Mama terapiyadır. Onları etdikdən sonra çox rahat partnyor yeri boşalır. Baxacaqsınız siz nə ilə doldurmaq istəyirsiniz oranı. Okey, yoldaşlar, sizinlə sağollaşıram. Geri dönüşlərinizi gözləyirəm. Bizim challenge'imiz isə sizinlə bərabər davam eləyəcək. Hər birinizi öpürəm, qucaqlayıram. Çox sevirəm. Gələn görüşümüzə qədər.